Azərbaycanda sosial şəbəkələrə yerləşdirdiyi dövlət yol polisi əməkdaşlarına aid videolarla məşhur olan, buna görə də Qaylərin Qənimi ləqəbi ilə tanınan Tovuz rayon sakini Vüqar İsmailov haqda elə düşünmək olar ki, daha dövlət yol polisi əməkdaşlarının onunla işi yoxdur. Amma belə deyil. Belə ki, 10 avqust 2013-cü il tarixində o, dövlət yol polisləri əməkdaşları tərəfindən təhqir olunub və bu haqda dərhal 102 xidmətinə məlumat verib. Prokurorluqdan gələn məktublardır və hətta bir məktub da Baş Prokurorluqdan gəlib. İçində heç nə yox, boş məktub, heç ağzı bağlanmayıb. Mənim bu şikayətimə baxılmır. Baxılmamanın səbəbi də dövlət yol polisinin əməkdaşlarının vətəndaşların başına açdığı oyunları video lentə alıb sosial şəbəkələrdə paylaşmağımın səbəbidir.